Yaşad Fondunun təşkilatçılığı, BP-nin sponsorluğu və Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Londonda keçirilən 4-cü Yaşad Yay məktəbi davam edir. Proqram çərçivəsində 10 şəhid övladı ingilis dili biliklərini artırmaqla yanaşı, Böyük Britaniyanın tarixi və mədəni irsi ilə yaxından tanış olurlar. 19 iyul, 2 avqust tarixlərini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilir. Layihənin əsas məqsədi şəhid övladlarının ingilis dili bacarıqlarını inkişaf etdirmək, dünya görüşlərini genişləndirmək və onların şəxsi inkişafına dəstək olmaqdır. Proqram ərzində iştirakçılar hər gün ingilis dili dərslərində iştirak edir, müxtəlif təlim və inkişaf proqramlarına qoşulurlar. Bununla yanaşı onlar Londonun tarixi və görməli məkanlarını ziyarət edərək mədəniyyətlərarası mübadilə imkanlarından faydalanırlar. Yay məktəbində Azərbaycanın 9-cu sinif buraxılış imtahanında ən yüksək nəticə göstərən 10 şəhid övladı iştirak edir. Layihə həm onların akademik biliklərinin, həm də sosial bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyir. 9-cu sinifin buraxılış imtahanını yüksək nəticə toplayaraq 10 şəhid övladı ilə buraya gəldik. Bura həqiqətən də çox gözəl və maraqlıdır. Eyni zamanda biz ingilis dili dərslərimizi ingilis dili müəllimlərdən alırıq. Artıq 4 gündür buradayıq və biz səlis danışa bilirik. Həmçinin dərslərə yanaşı biz buranın görməli yerlərinə də getmişik. Big Benə, Temza çayına, eyni zamanda digər muzeylərdə gedib gəzmişik. Bura həqiqətən də çox maraqlıdır. İştirakçılar bildirir ki, yay məktəbi onlara həm ingilis dilində sərbəst ünsiyyət qurmaq, həm də fərqli mədəniyyətləri yaxından tanımaq imkanı yaradır. Londona gələn 10 şəhid övladları arasında mən də varam. Biz burada dərslərə qoşuluruq. Bu dərslərdə həmçinin digər millətlərdən olan uşaqlarla dostluq əlaqələri qurub, onlarla dərslərdə maraqlı söhbətlər edirik. Bu da bizim üçün gözəl bir təcrübə olur. Biz həmçinin Londonun gözəl və tarixi yerlərini gəzib görürük. Burada olmağımız bizim həm təhsilimiz, həm də təcrübəmiz üçün çox dəyərlidir. Avqustun 2-sədək davam edəcək proqramın sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqları nümayiş etdirəcək, beynəlxalq təcrübə qazanaraq ölkəyə qayıdacaqlar.